Səməd bəy, Azərbaycan prezidenti növbəti dəfə əslində bir çoxlarını təəccübləndirən qətiyyətli addım attı. Bir çoxları gözləyirdi ki, Moskvada keçiriləcək paradda iştirak edəcək cənab prezident. Amma Rusiyanın davranışlarının müqabilində parada qatılmamaq qərarı verildi. Siz indiki situasiyanı, Rusiyanın xüsusilə son davranışlarını necə dəyərləndirirsiniz? Şimal qonşumuz nə etmək istəyir? Onsuz da bir təcrid vəziyyətindədir və Ukrayna bataqlığında faktiki olaraq savaş davam edir və gərgin bir situasiyadır. Belə bir durumda Azərbaycana özdə müttəfiqlik münasibətlərində olan bir ölkə ilə, normal münasibətləri olan bir ölkə ilə bu gərginliyi tətikləmək Rusiyanın nəyinə lazımdır sizcə? Mən nəyi, nə vaxt, necə etməyi çox gözəl bilirəm. Bu sözlər cənab prezidentin sözləridir və bu böyük bir fəlsəfədir. Təcrübəyə əsaslanan fəlsəfədir. Azərbaycanın müstəqillik yolunun fəlsəfəsidir. Azərbaycanın torpaqların işğaldan azad olunmasının düsturudur. Və bu nöqteyi nəzərdən cənab prezidentin qərarı heç də elə belə qərar ola bilməz. Onun nəyi, nə vaxt və necə etmək lazımdırsa, Azərbaycanın milli maraqları çərçivəsində baş verir. Milli maraqlar isə bu ilin şüarıdır. Müstəqillik və konstitusiyanın bugün biz geniş şəkildə müzakirəsini Heydər Əliyevin, milli liderin, Ulu Öndərin doğum günü ərəfəsində təşkil etdik. Bizim amalımız, bizim məqsədimiz müstəqillikdir. Müstəqillik isə çox çətin bir məsələdir. Biz axı faktiki, bəlkə də bu bir balaca qəribə səslənər, ancaq biz müstəqilliyimizin, real müstəqilliyimizin ilk illərini yaşayırıq. Ona görə ki, Vətən müharibəsindən sonra Beynəlxalq Münasibətlər Komitəsinin sədri kimi mən həmişə sənədləri parlamentdə təqdim edəndə qeyd şərtlə təqdim edirdim. Bütün beynəlxalq sazişləri qeyd şərtlə təqdim edirdim. O qeyd şərtin mahiyyəti belə idi ki, hər hansı bir beynəlxalq saziş Azərbaycanda işləyir, işğal olunmuş əraziləri çıxmaq şərti ilə. Bəli, o da mənim ərazimdir. Ancaq mənim yurisdiksiyam, gücüm hələ orada bu qanunu tətbiq etməyə çatmır deyə mən bu qeyd şərti qəbul edirəm. Deməli, axıra kimi müstəqil deyilik. Deməli, axıra kimi suverenliyimizi təmin edə bilmirdik. Deməli, axıra kimi bizim ən yüksək səviyyədə yazılmış müstəqillik konstitusiyamızı tətbiq edə bilmirdik. Düz konstitusiyanın içərisində bütün bu müddəalar var idi və bu müzakirələr zamanı da çox gözəl film göstərildi. O filmin içərisində Ulu Öndərin bir sözü çox vacib və əhəmiyyətli idi. Ona sual verdi hər hansı bir xaricdən gələn bir müxbir ki, bu qəbul ediləcək konstitusiya Qarabağı azad etməyə imkanı verəcəkmi? Dedi, bəli, biz məhz elə bir sənəd qəbul edirik ki, o faktiki olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qanun çərçivəsində elə bir yüksək səviyyədə əks etdirir ki, məhz bu konstitusiya o prosesi sürətləndirəcək və təmin edəcək bir əsas kimi, bir fundament kimi. Ona görə bu nöqteyi nəzərdən Vətən müharibəsindən sonra real müstəqillik və suverenlik tam şəkildə nəinki başladı, bunun müdafiə prosesi başladı. Təmin elədik, yaratdıq, qurduq, cənab prezident bu prosesi təşkil etdi, xalq arxasında dayandı, müzəffər Ali Başkomandan ordunu irəli apardı, ordu, qəhrəman ordumuz bütün məsələləri həll etdi, şəhidlik zirvəsinə qalxdıq və suverenliyi, müstəqilliyi təmin edəndən sonra qoruyub saxlamaq məsələsi gündəmə gəldi. Və biz nəyi gördük? Biz gördük ki, qüsurla beynəlxalq ictimaiyyət Azərbaycanı qəbul edirdi, qüsursuz isə qəbul etməməyə başladı.
Paradoksal bir məsələdir. Bura gəlib çıxmaq olarmı ki, Rusiyada artıq bizim qələbəmizi həzm etməməyə başlayıb son davranışları ilə? Söhbət yalnız Rusiyadan geçmir. Söz, digərləri ilə bağlı kifayət qədər danışmışıq. Hamısı İndiki situasiyada isə toplamda götürəndə biz gördük ki, ərazi bütövlüyünü tam şəkildə təmin etmiş, müstəqilliyini tam şəkildə dünyaya nümayiş etdirmiş, suverenliyini tam şəkildə bərpa etmiş ölkə siyasi qısqançılıq yaradır. Siyasi qısqançılıq yaradır və siyasi təhlükə başqa ölkələrə yaratmaq istiqamətində fikirlər başlayır yayılmağa ki, güclü, müstəqil, suverenliyini təmin etmiş ölkə yalnız özü üçün yox, başqa ölkələr üçün də nümunə ola bilər. Ona görə bu nöqteyi nəzərdən bir nə qədər çox asıllıq olsa, bir nə qədər çox qüsur olsa, bir o qədər problemlər daha asan həll olunur. Azərbaycan prezidentinin apardığı siyasətin gözəlliyi və özəlliyi bu beynəlxalq səviyyədə ondan da ibarətdir ki, biz mən dəfələrlə bu haqda da demişəm sizə də bunu deyə bilərəm ki, biz beynəlxalq münasibətlər içərisində formalaşmış məsələləri dəyişdirməyə başladıq. Mən deyə bilmərəm ki, tam şəkildə dəyişdirməyə başladıq. Nədən mən söhbət edirəm? Konsepsiya ondan ibarət idi ki, sən bir nə qədər zəifsənsə, bir o qədər mənə sərf eləyir. Misal üçün, hansısa bir ölkə regionda başlayır inkişaf etməyə, qonşular başlayır narahatçılıq ifadə etməyə. Mən yenə də konkretləşdirmək istəyirəm. Rusiya misalında. Axı Rusiya son 6 ay ərzində İrandan da, söhbət Ermənistandan da gedir, o cümlədən, söhbət hər bir ölkədən gedir. Söhbət qərbdən də, qlobal cənubdan da, qlobal qərbdən də gedir. Ən əsas məsələ ki, bugün biz nəyi dəyişdiririk? Bu çətin bir prosesdir. O cümlədən sizin sualınıza gələrək Azərbaycan Rusiyanın nəyi dəyişdiririk? Ən əsas məsələni Azərbaycanın inkişafı qonşulara sərf edən bir inkişafa çeviririk. Bax, bu istiqamətdə müqavimətlər var ki, Azərbaycan yüksəldikcə qonşular yüksələcək. Azərbaycanın inkişafı daha qabarıq şəkildə özünü göstərdikcə bu inkişafdan pay o cümlədən də qonşu və qonşuların qonşularına da düşəcək. Biraz sadələşdirmək istəyirəm. Bu fəlsəfəni gətiririk. Hamı təbii ki, fəlsəfi nöqteyi nəzərdən yanaşmağın üstünlüyü vermir. Verirəm, siz diplomatik ifadələrə daha çox üstünlük verirsiniz və indiki situasiyada daha həssas yanaşırsınız məsələlərə. Amma kobud müdaxilə olunub Azərbaycanın suveren hüquqlarına, konkret olaraq sizin həmkarınız Azər Badamovun ölkədən çıxarılması. Rusiya, baxmayaraq ki, birgə komissiyaların üzvlərindən biri və münasibətlərin irəli aparılmasında rol oynayan şəxslərdən biri sayılır ən azı. Və Azərbaycan və Rusiya arasında münasibətlər liderlər səviyyəsində, parlamentlər səviyyəsində normal şəkildə qəfildən belə bir situasiya. Nə baş verdi? Özdə ki, 10 gündən sonra əvvəl Badamov getmişdi bu ölkəyə. İndi bu konkret bir məsələdir. Təbii xoşa gəlməz bir məsələ. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı öz münasibətini bildirib. Ona görə bu haqda konkret olaraq Xarici İşlər Nazirliyinin mövqeyi bizim üçün əsasdır. Sizin rəhbəri elədiniz komitənin bəyanatı etirazı olacaqmı? O cümlədən də biz öz münasibətimizi konkret olaraq mətbuatda da geniş şəkildə də bildiririk. Hər bir halda xoşa gəlməz bir məsələdir. Özü də biz strateji əməkdaşlıq səviyyəsində əlaqələrimiz mövcuddur. Ancaq yenə də təkrar edirəm, söhbət diplomatik münasibətlərdən getmir. Söhbət hansısa formada ölkələrin bir-birinlə əlaqəsindən getmir. Söhbət bugünkü beynəlxalq münasibətlər içərisində Azərbaycanın tamamilə yeni bir səviyyə yüksəlməsindən və tamamilə yeni bir rolun oynamasından gedir. Bütün bu problemlər, mövcud olan problemlər bundan qaynaqlanır. Bir neçə müddət bundan öncə İranla bağlı görün hansı gərginliklər biz yaşadıq gözümüzün qabağında. Ancaq indi getdikcə Azərbaycan-İran münasibətləri içərisində Azərbaycanın mövcudluğu və Azərbaycanın apardığı siyasət
paradigmanı dəyişdirir. Paradigma nədən ibarət idi? Ki, Azərbaycanda yüksəliş olsa, Azərbaycanda müvəffəqiyyət olsa, bu hansısa formada İrana təhlükə yarada bilər. Ona görə İran Ermənistanla münasibətləri yüksək səviyyədə təşkil etməlidir ki, bax bu münasibətlər Azərbaycanın yüksəlişi olmasın. Biz isə dəyişdirdik bunu. Biz göstərdik ki, Azərbaycanın yüksəlişi İrana təhlükə yaratmır. Əksinə, Azərbaycan bir nə qədər sabitdirsə, bir nə qədər müstəqildirsə, bir nə qədər güclüdürsə, o cümlədən qonşu İrana da bu sərf edir. Eyni prosesdə. Bu bəlkə də daha böyük, daha çətin, daha mürəkkəb, baxmayaraq ki, bizim münasibətlərimiz yüksək səviyyədə təşkil olunmuşdur və olunur. Rusiya Federasiyasına gedir. Bugün Azərbaycanın bir nə qədər çox gücü, bir nə qədər çox iqtisadiyyəti, bir nə qədər çox müstəqilliyi mövcuddursa, bir o qədər Rusiyanın Qafqaz siyasətinə bu sərf edici bir məqamdır. Ancaq Rusiyanın içərisində başqa cür fikirləşənlər də var. Fikirləşirlər ki, buranın yüksəlişi Rusiyanın zəifləməsi deməkdir. Azərbaycanın yüksəlişi. Əlbəttə, ondan söhbət gedir. Ona görə söhbət yalnız... Yəni deyirsiniz, Azərbaycan təyyarəsini, mülki təyyarəsini vuran həmin qüvvələrdir, yoxsa o təqdiqat gedir, o prosesin başında rəsmi Moskvadan da ciddi tərpəniş yoxdur. O istintaq gedir, o istintaqın içərisində müəmmalar var, xeyli məsələlər var. Təbii biz istəyərdik ki, tez olsun, təbii biz istəyərdik ki, proseslər tam şəkildə açılsın. Ancaq ən əsası, yenə də təkrar edirəm, detalların içərisində olan məsələlərlə yanaşı ümumi Azərbaycanın yeridir. Və ümumi Azərbaycanın yeri getdikcə özünü ən yüksək səviyyədə sübut edir. Sizcə bundan sonra Rusiyadan Azərbaycana növbəti sürprizlər ola bilər, yoxsa Rusiya anlayacaq, deyək ki, İranın siyasətindəki o dönüşündə olduğu kimi biz Rusiyanın da fərqli yanaşmasını görəcəyik? Çox gözəl bir sualdır. Mən bu suala başqa cür cavab verərdim. Getdikcə Azərbaycan reallığı daha da möhkəmlənəcək və getdikcə Azərbaycan reallığına hörmət, izzət artmalıdır və artırılacaq. Ancaq bu prosesdə hər hansı bir hadisələrin, hər hansı bir münasibətin müsbət ya mənfi şəkildə cəryan etməsi istisna deyil. Hər şey ola bilər. Ona görə ki, biz bugün, yenə də təkrar edirəm, başqa bir kateqoriya, başqa bir cənab prezidentin sözündən desək, başqa bir çəkiyə keçirik. Və bir nə qədər çox sənin bir dövlət kimi çəkin yüksəkdirsə, təsirin çoxdursa, bir o qədər təhdidlər çoxalır. Kimsə fikirləşsə ki, biz artıq müstəqil dövlətik, biz artıq suverenliyimizi təşkil etdik və ona görə təhdidlər azalacaq. Bu yanlış bir fikirdir. Böyük dövlətə, güclü dövlətə təhdidlər və təzyiqlər daha çox olur. Nəinki zəif, asıllı və heç kimi maraqlandırmayan dövlətə. Söhbət bundan gedir. Deməli, Azərbaycan öz inkişafında güclənir, təsir imkanları genişlənir, rolu artır, iqtisadiyyəti yüksəlir ki, bugün biz bu hadisələrin şahidlərinə çeviririk. Rusiya yenə də böyük qardaş rolunu oynamaq istəyir sizcə? Yoxsa imperiyanı bərpa etmək niyyətindədir? Onu yəqin ki, onlardan soruşmaq lazımdır və biz... Müşahidələriniz nə deyir? Ukrayna fəlakətlərinin fonunda. Mən fikirləşirəm ki, beynəlxalq münasibətlərdə başqa ölkələrin siyasətinin proqnozlaşdırılması, siyasətin hansı istiqamətdə gedişi birbaşa öz ölkəndən hansısa formada əlaqələndirilməlidir. Biz daha çox fikirləşməliyik ki, bizim apardığımız siyasət, bizim gördüyümüz işlər Azərbaycanın milli maraqlarını təmin edir, yoxsa etmir. Bugün mən deyə bilərəm ki, Azərbaycanın apardığı siyasət tam Azərbaycanın milli maraqlarına xidmət edir. Deməli, xidmət edirsə, Azərbaycan müstəqil qalacaq, Azərbaycan suveren qalacaq, Azərbaycan güclü olacaq, Azərbaycan təsir imkanlarını genişləndirəcək. Bu da o deməkdir ki, sizin sualınız burada işləməyəcək. Sizin sualınız da ondan ibarət idi ki, bu amillər hansısa bir ölkənin təsiri altına düşəcək. İstəyir Rusiya olsun, istəyir İran olsun, istəyir Avropa olsun, istəyir Amerika olsun, fərqi yoxdur. Ancaq mən bax bu amillərə malikəmsə, deməli sizin sual işləmir.
Ona görə başqa ölkənin siyasətini proqnozlaşdırmaq üçün öz siyasəti, milli maraqlar çərçivəsində təşkil edirsənsə, o suallara cavab verə bilirsən. Gəlmişsən Səməd bəy, nədənsə müşahidələrim onu deyir ki, Azərbaycan prezidenti növbəti qətiyyətli qərarı ilə biraz da 44 günlük vətən müharibəsində olduğu kimi iqtidarlı, müxalifətli bütün cəmiyyətin rəğbətini qazanan və vəhdət təşkil edən bir mövqeyini həm də qazanmış oldu. Sonuncu parada münasibətdə, Rusiyanın davranışların qarşılığında. Onun hər bir addımı, fikri Azərbaycan... Bütün sosial media, bütün mətbuat, bütün internet resursları, kulvarlarda danışılır. Nəinki sosial media, nəinki hansısa bir söhbət bir psixoloji birlikdən gedir. Söhbət milli birlikdən gedir və bu nöqteyi nəzərdən Cənab Prezidentin xüsusiyyətlərindən biri, ən gözəl xüsusiyyətlərindən biri, ən vacib xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun cəsarəti həmişə ağıllıdır. Bir var, sadəcə cəsarət, anlıq cəsarət. Emosional. Yox, bir an, misal üçün, qəhrəmanlıq özü-özlüyündə bir an çəkir. An məsələsidir. Mən qərar verirəm və bu qərarla hansısa bir hərəkət edirəm, ya özümü qurban edirəm və şəhidlik zirvəsinə qalxıram və s. Ancaq o ana qədər böyük bir yol keçir həmən bizim əskərlərimiz, tərbiyədir, təhsildir və s. Ancaq biri var, uzun müddətli, daim baş verən, gündəlik qəhrəmanlıq. Bu isə yalnız ağıllı cəsarət ola bilər, ağıllı qəhrəmanlıq ola bilər. Və Cənab Prezidentin davranışı cəsarət özündə ehtiva edərək böyük bir müdriklük özündə ehtiva edir. Ona görə ki, bu cəsarət milli maraqlara söykənən bir cəsarətdir. Xalqın istəyinə, xalqın ruhuna, xalqın abu-havasına və xalqın istəyinə söykənən, əsaslanan cəsarətdir. Deməli, top Rusiya tərəfdədir də, belə desək. Top nəinki Rusiya tərəfdədir. Top bugün maraqlı bir, belə deyək, əllərdədir. Ona görə ki, bir müddət bundan öncə dünya hansısa formada sabit oyunçu kimi özünü göstərdiyi halda burada qeyri-sabit bir vəziyyət edir. Bugün burada sabit vəziyyətdir, dünyada isə qeyri-sabit proseslər gedir. Bax, bu vəziyyət onların suallara cavab verə bilmədikləri halda Azərbaycanın cavab verdiyi bir həqiqəti yaşayırıq. Bu da bugünkü Azərbaycandır. Allah dövlətimizi, millətimizi qorusun. Allah dövlətimizi qorusun. Təşəkkürlər.